Aziz dostlar, akşam seyir olsun. Daha da sabah seyir olsun. Bugün ayın 26'sıdır. Biz İstanbul'da, halihazırda İstanbul'dayız ve havalimanında. Bildiğiniz gibi İstanbul Adalet Məhkəməsində işimizi yüksek seviyede başa vurduk. Məhkəmədə qalib olduq İstanbul Adalet Məhkəməsində. İndi də yolumuz İstanbul'dan İzmir şəhərinə uçuruq. İzmir Adalet Məhkəməsində də bir həmvətənimizi orada da müdafiə etməliyik. İnşallah mən buna ümidvaram ki qalib olacağıq. Nə? Çünki hüquq şahdır. Hüququn tələbi odur ki, faktları, subutları təqdim etməliyik və inşallah əlimizdə kifayət qədər subutlar, faktlarımız vardır. Məhkəməyə də təqdim edəcəyik. Mən bir hüquq eksperti olaraq, hüquq üzrə fəlsəfə doktoru olaraq həqiqətən də Türkiyə dövlətinin İstanbul məhkəməsinə, Ədalət məhkəməsinə öz təşəkkürümü bildirirəm ki, çox gözəl, obyektiv məhkəmə aparıldı, haqqlı, ədalətli və həm yerlimizə Ramin bəy də müdafiə etdi və azadlığa qovuşdu. Təşəkkür edirəm məhkəməyə və inşallah mən ümidvaram ki, İzmir Ədalət Məhkəməsində də qalib olacaq, xanımın hüquqlarını müdafiə edəcək və inşallah hər şey haqq, ədalət öz yolunu, öz yerini tapacaq. Sağlıqla qalın əziz dostlarımız.